Salamınızda kanalıma videoma xoş gəldiniz. Bu yeni bir videola qarşınızdayım. Video keçmişdən və kanalda istəmək cavabını ola bilərsiniz. Video məndən like ata bilərsiniz və Telegram kanalımıza hər birinizi gözləyirəm. Link şərhlərdə olacaq. Burada səmlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır. Deməli, maliyyə məlumatları paylaşır, yatırım etməyi öyrədirəm sizlərə və birlikdə bunları müzakirə edə bilirik. Bir də dostlar kanalı abunəçilərdən izləyənlərə buradan səslənirəm ki, arada postları like edin, like etmək yaddan çıxmasın. Yəni video keçib, video məndən like edə bilərsiniz həmçinin. Deməli, bugünkü videoda daha doğrusu sizlərə gümüş və qızıl ETF-lərindən danışacağım. Yəni, daha doğrusu hansılara alış etmək lazımdır, bunlardan danışacağım. Buradan deməli BYF-yə gəlirik. Burada əmtəni seçirik dostlar. BYF fonlar deməkdir. Biz ABŞ birjalarında listing olunan fonlardan alış-satış edə bilərik. Fonların məsləhəti niyə görürəm dostlar? Fonların məsləhəti əsasən qızıl və gümüş yatırımına görə məsləhət görürəm. Çünki qızıl və gümüş hal-hazırdakı qiymətindən gələcəkdə qat-qat yüksək olma ehtimalları böyükdür. Hətta bu il ərzində $5000 səviyyəsinə çatmaq ehtimalı verilib. Qızılın hal-hazırda 4600 səviyyələrindədir, səhv etmirəmsə. İstəyirsiniz gəlin buradan baxaq. Buradan xav yazdıq. Burada qızılı seçdik. Görürsünüz ki, hal-hazırda qızıl ABŞ dollarına nisbətən $4600 səviyyəsindədir. Bugün $68, yəni 1,50% yüksəlir. Yəni qızıl və gümüş ona görə əlavə və təhlükəsiz yatırım olaraq yaxşıdır dostlar. Qızılı siz deməli birjalarda PAXC adlı yazaraq, əsasən Bitget birjasında olmalıdır. PAXC, səhv etmirəmsə Binance-da olmalıdır. Yəni bunu yazaraq qızıla yatırım edə bilərsiniz kriptovalyuta variantında. Kriptovalyuta variantında etmək istəməsəniz buna ETF olaraq edə bilərsiniz. ETF olaraq hansı məsləhətlidir? Mən Golini məsləhət görürəm dostlar. Bu fond qızıl da saxlayır, həmçinin müəyyən deməli əməliyyatlar nəticəsində də pul gördüyünüz kimi deməli tahvil, nakit və digər burada hökumət nağd. Yəni burada görünür haralara yatırımlar edir. Əsasən bu şirkətlərə də yatırımları var. ABŞ dollarına deməli burada həmçinin bondlar var, yəni istiqrazlar var. Həmçinin qızıla da yatırımı var dostlar. Yəni qızıl baxımından bu daha çox qazandıracaq bu fond, yəni bu ETF sizlərə. Digər qızıl ETF-ləri elə də etibarlıdır və yaxud birbaşa qızıla yatırım eləmək istəyirsinizsə, yəni nə mənada qızıla, qızılın qiymətinə yatırım etmək istəyirsinizsə, PAXC adlı bir kriptovalyuta var. Yəni qızılın qiymətinə sabitlənib USDT, məsələn USD-yə sabitlənibsə, PAX da qızıla sabitlənib ona yatırım edə bilərsiniz və yaxud bu fonda yatırım etmək və ya etməmək sizin qərarınızdır. Mən sadəcə deməli başa salıram sizlərə, yəni bunları açıqlamasını verirəm ki, sizlərin də məlumatı olsun. Deməli, gümüşdən hara yatırım edə bilərik? Gümüşdən mənim yatırım etdiyim ETF SLVP-dir dostlar. Niyə? Çünki mən baxaq, burada da baxaq. Bu daha doğrusu ETF müxtəlif gümüş mədən şirkətlərinə yatırım eləyir dostlar. Gördüyünüz kimi məşhur mədən şirkətlərinə və əsasən gümüş və qızıl, əsasən amma gümüşdür, yəni qızıl çox aşağıdır. Əsasən gümüş şirkətlərinə yatırım eləyir. Həmçinin gördüyünüz kimi Eclamine, Press Nilo, Discovery Silver Corporation və s. yəni müxtəlif gümüş təşkilatlarına və deməli şirkətlərinə yatırım edir. Ona görə də gümüş mədən şirkətlərinə yatırım edən ETF-i daha üstün görürəm, nəinki gümüşün qiymətdə sabit olanı. Çünki mədən şirkətlərinə əksəriyyətinə yatırım edən şirkətlər daha çox qazanırlar, daha doğrusu ETF-lər. ETF deyəndə fond nəzərdə tuturam, yəni ETF bu ingiliscə variantı olmalıdır. Belə dostlar, yəni gümüşlə qızıla belə yatırım eləyə bilər, həm kriptovalyuta versiyasında qızıla yatırım eləyə bilərsiniz. PAXC qeyd edeyim kənara. Həmçinin SLVP adlı bir ETF-ə də yatırım eləyə bilərsiniz. Qızıl və gümüşün gələcəyi, əsasən gümüş dostlar, qızıla o qədər də mən yatırım etmirəm. Əsasən gümüşə yatırım edirəm dostlar. Yəni necə yatırım edirəm? Məsələn, səhmlərdən qazandığım miqdarı gümüşə çox vaxt göndərirəm. Ona görə də 2 qat dəyərlənmiş olur. Qızıl nəyə görədir? Məsələn, qızıl ETF-ləri 1 ildə, daha doğrusu 3 ildə məsələn üçün 140% qazandırırsa, siz ilə bölsəz 30% qazanc qazanırsınız. Dollarda az çox 5-10% gəlirdə olursunuz. Yəni pulunuz il ərzində inflyasiyanı çıxmaq şərtindən heç olmasa 10% gəlirdə qalır dostlar. Deyə bilərsiniz ki, biz banka qoysaq 10% olacaq və ya ABB səhmlərini alsaq 15% qazanacaq. Bu 15% qazansın inflyasiyanın çıxmağı nəzərinizə çatdırın. Çünki Azərbaycanda illik təxminən 10% civarlarında inflyasiya olur. 10 neçə faiz civarlarında ümumi inflyasiya səviyyəsində söhbət gedir. Ona görə də inflyasiyanın çıxmaq şərtindən qızıla və gümüşə yatırım, əsasən gümüşə yatırım çox sərfəlidir. Belə dostlar, bugünkü videomu bəyəndinizsə like edə bilərsiniz. Sağ olun, qalın, gələcək videolarda görüşərik.